Hi guys, it's me, your teacher Gülnar again. Bilirsiniz ki artıq bir neçə vaxtı yenidən uzun izahların olduğu YouTube videoları üzərindən davam edirik və hazır YouTube'a qayıtmağa vaxt tapmışkən çalışıram ki, tələbələrimin də müşahidələrimə əsasən ən çox çətinlik çəkdiyi mövzuların izahını verim ki, hər kəsə, həmçinin mənim də tələbələrimə kömək olmuş olsun. Dərslərdə bu şeyləri təbii ki, müzakirə edirik, amma bu videolar vasitəsilə daha geniş auditoriyaya və daha çox tələbəyə çata bilirəm. Buna görə mənim üçün dəyərlidir də oradan da YouTube'da bildiklərimi paylaşmaq. Və bugün IELTS-də tələbələrin ən çox çətinliyi çəkdiyi mövzulardan biri olan relative clauses üzərindən gedirik. Relative clauses nədir? Relative clauses əslində bir tooldur. Tələbələr bəzən bunu gözlərində çox böyüdürlər və düşünürlər ki, bu çox çətin bir qrammatik qaydadır. Əgər mən relative clauses-ı öyrənəcəmsə, mütləq şəkildə mürəkkəb cümlə quruluşları ilə bağlı hər şeyi bilməliyəm və s. Amma əslində elə deyil. Bunu belə deyim, xüsusi çətin qrammatik qayda kimi yox, sadəcə cümlələrə, cümlə üzvlərinə məlumat əlavə eləmək üçün bir tool kimi görsəz, o zaman bu sizin gözünüzdə çox sadə bir şeyə çevriləcək. Və relative clauses IELTS-də niyə önəmlidir? Çünki IELTS-də biz bəzən mürəkkəb cümlələr, yəni mürəkkəb cümlələrdən əlavə cümlələri bəzən bir-birinə daha smooth, daha səliqəli şəkildə, daha belə axıcı şəkildə bağlamalı oluruq və bunun üçün bizim relative clauses-a ehtiyacımız olur. Misal üçün deyək ki, tələbə deyir ki, the rate increased, it reached 5%. Bunu təbii ki, sadə cümlədə də vermək olar ki, the rate increased to 5%. Ya da burada relative clauses da istifadə eləmək olar ki, the rate increased which hit its peak at 25% in 2005. Bu kimi hallarda task 1-da da, task 2-da, essaylərdə də relative clauses-ı bilmək bizə nəinki mürəkkəb cümlə qurmaq və balımızı grammar baxımından upgrade eləmək, həm də ideyaları bir-birinə daha axıcı şəkildə bağlamağa kömək eləyir. Ona görə də bugün bu videoda sizə çox qısa və sadələşmiş şəkildə relative clauses-da sizə əsas lazım olan şeyləri izah eləyəcəm. Birinci növbədə 3 relative clause haqda danışırıq, bağlayıcı sözümüz haqda. Which, who, that. Which nə vaxt işlənir, who nə vaxt işlənir, that nə vaxt işlənir. Cansızlardan danışanda which istifadə edirik. Və dediyim kimi, cümlə üzvünə əgər bir məlumat əlavə eləmək istəyirəmsə, həmişə özünüzə bu sualı verin ki, bəzən tələbələr çünki fikirləşir ki, mən which-i harda istifadə eləməliyəm və doğrudan da bunu öyrənməyin doğru yolu elə ancaq strukturu öyrənmək deyil. Yəni, siz sadəcə relative clause-un strukturunu öyrənməklə onu istifadə eləyə bilməyəcəksiniz. Həm də önəmli olan odur ki, siz biləsiniz ki, mən bunu nə zaman istifadə eləməliyəm. Və doğru cavab burada, sizin doğru cavabınız budur ki, nə vaxt ki, mən cümlə üzvünə məlumat əlavə eləmək istəyirəm, o zaman relative clause istifadə eləyə bilərəm. Misal üçün deyirəm ki, the book which I read last year was really amazing. Deməli, the book was really amazing. Bu mənim cümləmdir. Əgər mən bura kitabla bağlı bir detal əlavə eləmək istəyirəmsə, bir və ya bir neçə detal əlavə eləmək istəyirəmsə, onda artıq mən burada which istifadə eləyəcəm. The book which I read last year is amazing. Görürsünüz, burada artıq which istifadə elədim, çünki cansızdır. Deməli, yadda saxladıq, cansızlardan which istifadə olunur. Canlılardan who istifadə olunur. Misal üçün deyirəm ki, the woman təkdə deyək, the woman whom I met yesterday, who I met yesterday, whom I saw yesterday. Burada whom da deyə bilərsiniz, who da deyə bilərsiniz. Kimlə ki görüşdüm, kimi ki gördüm, hər ikisi qəbul olunandı. Və was her aunt, misal üçün. The woman who I met yesterday was her aunt. Deməli, the woman was her aunt. Mən burada nə eləmək istəyirəm? Woman-a daha çox məlumat, informasiya əlavə eləmək istəyirəm. Which woman? Hansı qadından söhbət gedir? Canlı olduğu üçün which yox, who istifadə edirəm və olur the woman who I met yesterday was or is her aunt. Cümlə üzvünə informasiya əlavə elədim. Which-i də bildik. That isə hər ikisinin əvəzinə işlənir. Yəni, həm canlılarla who-nun əvəzinə, həm cansızlarla which-in əvəzinə istifadə edə bilərik. Sadəcə bir fərq var ki, that informaldır, daha çox danışıq dilində istifadə olunur. Ona görə IELTS writing-də istifadə eləməyinizi tövsiyə eləmirəm. IELTS writing-də daha çox the book which I read last year, the woman who I met yesterday. Amma danışıqda the woman that I met yesterday, the book that I read last year. Bunların hər biri normaldır, istifadə oluna bilər.
So, deməli, canlılarla dedik who, cansızlarla which, that hər ikisindən istifadə olunur, ancaq informaldır. Əlavə olaraq bir də whose məsələsi var. Bəzən tələbələr deyir ki, teacher, tutaq ki, mən yazmaq istəyirəm ki, bu binalar hansının ki memarlığı çox yaxşıdır. Mən burada which architecture deyə bilmərəm, axı tam oturmur. Burada çox maraqlı bir case var ki, whose, kimin ki sözünü biz cansızlarla da hansının ki mənasında istifadə edə bilərik. The buildings whose architecture is amazing were built 2 years ago. So, something like this. Bu şəkildə bir cümlə qura bilərik. Və belə, dediyim kimi, yəni relative clause əsas odur ki, gözünüzdə böyüdüb xüsusi bir qrammatik qayda, mürəkkəb cümlə quruluşu kimi yox, sadəcə sizin cümlələrinizi bir-birinə daha axıcı şəkildə bağlayan bir vasitə kimi düşünün, bir tool kimi düşünün. Və təkcə struktur which burada işlənir, who burada işlənir, bunu bilmək kifayət eləməyəcək sizə onları kontekstdə istifadə eləyəsiniz. Həm də burada önəmli detal odur ki, mən nə vaxt, hansı hallarda istifadə eləməliyəm, nə vaxt ki, cümlə üzvünə istifadə elədiyim sözə informasiya artırmaq istəyirəm, o halda bunları istifadə eləməyim mümkündür. So, belə, dərsdə tələbələrimlə necə danışıb, necə izah eləyirəmsə, o cür izah eləməyə çalışdım və ümid eləyirəm ki, artıq bu videodan sonra siz də relative clauses-ı gözünüzdə böyütməyəcəksiniz və sizin üçün də onların istifadəsi rahat olacaq. IELTS writing-də də istifadə eləməkdən çəkinməyin, çünki doğrudan da cümlələri bir-birinə bağlayan çox gözəl bir tooldur. So, that's all I think for today. Good luck!